Qaynana, qaynatadan öncə bunlar hər ikisi əslində valideyndirlər. Ondan başqa da, yəni gəlin, kürəkən dediyimizdə bunlar da hər ikisi ilk öncə bir kiminsə övladıdırlar. Çox qadın öz yoldaşından sevgi, qayğı, diqqət almadığı üçün öz oğullarından almağa başlayırlar, öz oğullarını sevməyə başlayırlar. Evlənmədən öncə nə üçün evləndiyini əslində bilməlisən ki, mən həqiqətən bir şəxsiyyət olaraq yetişdirdim özümü. Mən artıq həqiqətən də bir insanı sevib ailə qurmağa hazıram. Boşanmaların ən böyük məncə səbəbi də zaten həyat, yəni ailələrə üçüncü şəxsin, dördüncü şəxsin daxil olmasıdır. Atası, anası başlayır ki, sənin evlənmək vaxtındır. Evlənməyin heç nə olduğunu bilmir. Bunlar əslində özlərini sığortalamış olurlar. Çünki gələcəkdə bir problem olduğunu sən seçmisən. Burada bir yalan var. Elə xəyanət buradan başlayır əslində. Sən heç evlənmədən xəyanətin təməlini qurmuş olursan. İnsanın sadəcə o qızlar oğlanları seçmirlər bu şəkildə. Oğlanlar da qızları seçirlər. Sən mənə ana deyə, ata deyə. Mən də sənə rahatlıqla öz övladım kimi necə öz övladını idarə edirsən, mən sənin kimi də mən səni idarə edə bilim, mənim təsirim altında ol. Hal-hazırda evliliklərin %90-ı bu şəkildədir. Sanki qaçış kimi olur. Əsas özüm, əsas közümə xoş gəlmisiniz. Bugünkü mövzumuz qaynana gəlin, kürəkən qaynata. Və bu 4 münasibətin belə deyək, çarpıq münasibətlər deyək də ona. Oradan başlayaq. Sırf belə deyim, Azərbaycana xas olan ailələrdən danışacağıq. Qaynana gəlinlə mi başlayaq, yoxsa ümumiyyətlə valideynlərin münasibətlərindən mi danışaq, uşaqlarla olan münasibətlərindən? Çünki qaynana və yaxud da qaynata dediyimiz şey ikinci ad verilməsidir. Amma birinci ana olurlar, ata olurlar. O da məsələdir. Ən çox qaynanaların və gəlinlərin bu aralar həddindən artıq çox istək aldığımız üçün məncə bu mövzuda danışmaq istədik. Buyurun Rüyələ xanım, ilk olaraq siz məncə başlasanız daha doğru olar. İlk öncə deyərdim ki, qaynana, qaynatadan öncə bunlar hər ikisi əslində valideyndirlər. Ondan başqa da, yəni gəlin, kürəkən dediyimizdə bunlar da hər ikisi ilk öncə bir kiminsə övladıdırlar. O zaman buradan başlayaq. Biraz valideyn-övlad münasibətindən başlayaq ki, sonra onların seçdiyi ailələrdən danışaq. Olar. Gəl, məncə ən vaciblərindən biri bunu demək istəyirəm ki, çox qadın öz yoldaşından sevgi, qayğı, diqqət almadığı üçün öz oğullarından almağa başlayırlar, öz oğullarını sevməyə başlayırlar və artıq gəlin evə gəldikdə, yəni artıq həyatlarında bir gəlin oğlunun sevdiyi, seçdiyi biri olduğu təqdirdə qısqanmağa başlayırlar. Çünki bu sevginin bölündüyünü, əslində bir qadınla qadının arasında rəqabət başlayır. Gizlin də olsa, ilk başda çox yaxşı, şirin, mülayim görsənsələr belə, get-gedə içində olan bu qısqanclıq hissi böyüyür. Və təbii ki, burada ən böyük xəsarəti deyəcəm. Çünki arada qalan oğlan həm yoldaşını qorumalıdır, həm də anasının belə deyim, hörmətini saxlamalıdır. Bunun arasında qalan insan get-gedə tükənir və tükəndikcə başqa həyatlar qurmağa başlayır, xəyanət etməyə başlayır və yaxud da boşanmaların ən böyük məncə səbəbi də zaten həyat, yəni ailələrə üçüncü şəxsin, dördüncü şəxsin daxil olmasıdır. Təbii ki, biz burada indi mövzumuz sırf qaynanadır, qaynatadır. Amma üçüncü şəxslər dediyimiz sadəcə bunlar olmaya bilər. Baldız, dostlar, başqa insanlar da ola bilər. Amma hal-hazırda boşanmaların deyərdim bir çoxunu sırf bu münasibətlərdən yaranır ki, anamla yola getmədi, atamla yola getmədi və yaxud da tam tərsinə, təbii ki, biz indi bundan danışacağıq. Qaynata mövzusu, qaynata kürəkən. Yəni burada belə çox çaxnaşmalar olur həqiqətən də. Doğrudur. İlk öncə oradan başlayaq ki, evlənmədən öncə nə üçün evləndiyini əslində bilməlisən ki, mən həqiqətən bir şəxsiyyət olaraq yetişdirdim özümü. Mən artıq həqiqətən də bir insanı sevib ailə qurmağa hazıram. Bu o demək deyil ki,
Mən ailə quracağam, amma atamdan, anamdan da asılı olacağam. Və çox bayaq yəni bildiyimiz kimi çox münasibətlərdə də əslində uşaq yəni böyüdü, oxudum, universitetə girdim, biraz da işimi tapdım. Atası, anası başlayır ki, sənin evlənmək vaxtındır. Evlənməyin heç nə olduğunu bilmir. Biraz baskı burada, biraz təzyiq. Atası, anası nə deyir? Sən evlən, yox mən sənə kömək eləyəcəm deyir. Bunu da oğlan qəbul edir. Deyək ki, evlənir, amma sonra nə olur? Ananın, atanın təsirindən çıxa bilmir və onun dediklərini, onların istəklərini etməyə başlayır. Və yaxud da özünü tanımış, özünü bilən və artıq özünü ailəsindən həqiqətən sağlam şəkildə onlardan ayrışmaq deyirəm mən buna. Bunu bacardığı təqdirdə özünün nə istədiyini, hətta nəyi, kimi seçəcəyini də bilir ki, mən kimi artıq seçəcəm. Bəzən çox vaxtda bilirsən ki, ana, ata seçir evlənəcəyi qızı və yaxud da ki, oğlanı, belə deyək. O zaman da bu təzyiq olduqda nə olur? Oğlan başlayır bir-bir qızlar seçməyə. Hətta özün bilirsən ki, belə bir dövrdə var idi ki, ona kataloq verirlər, siyahı verirlər. Bunun qızı, falan kəsin qızı, bu yaxşı qızdır, o qızdır. Kataloqdan qız seçməyə başlayır. O zaman bu nə oldu? Yəni bu münasibət nəyin üzərində quruldu? Təməl nə oldu burada? Burada bir yalan var. Elə xəyanət buradan başlayır əslində. Sən heç evlənmədən xəyanətin təməlini qurmuş olursan. Bütün ipləri artıq öz anana vermiş olursan ki, hə, mamam seçdisə və yaxud da atam seçdisə çox yaxşıdır. Bu sadəcə oğlandan söhbət getmir, qızlarda da hal-hazırda elədir. Yəni qızlara deyirlər ki, misal üçün, hə, falan kəs səni istəyir, səndən xoşu gəlir, tanış ol, danış. Yəni təbii ki, elə bir imkan deyək, elə bir şeylər də var ki, insanlar özləri tanış olurlar, özləri təsadüfən rastlaşırlar. Bu başqa bir məsələ. Amma biri var, sırf bu şəkildə artıq bütün iplər valideynlərin əlindədir və bunlar əslində özlərini sığortalamış olurlar. Çünki gələcəkdə bir problem olduğunu sən seçmisən. Sənin istəyindən mən ailə həyatı qurmuşam. Bu da əslində özünün bir qarantiya almaqdır ki, yəni mən rahatlıqla səhv edə bilərəm, amma bu səhvin günahkarı valideynimdir. Biz həmişə valideyndir deyirik, yəni valideyndə də günah deyirik, amma hər kəsin öz səhvini doğru şəkildə bilməsi və bunu həqiqətən qəbul edib onu düzəltməyə çalışması daha yaxşıdır. Amma bax, sən dediyin kimi qaynanalardan çox indi bəzi ailələr də var ki, qaynatanın belə deyim, kataloqlar daha çox imkana, maddi vəziyyətə görə seçilir. Bu da çox yanlışdır ki, insanın sadəcə o qızlar oğlanları seçmirlər bu şəkildə. Oğlanlar da qızları seçirlər ki, hə, yaxşı tərbiyəsi var, yaxşı ailədən gəlib, nəsli belədir və yaxud da imkanı bu şəkildədir. Bax, korluq çəkməyəcəksən oğlum. Qaynatan səni vəzifəyə qoya bilər və yaxud da sənə kömək ola bilər, daya ola bilər. Bu şəkildə düşünən insanlar var. Və yaxud da qızların anaları, ataları deyir ki, bax, sənin yoldaşının atası belə, anası belə, falan, bu şəkildə poflama var. Və bu şəkildə qurulan ailələr necə ola bilər? Təbii ki, saxtakarlıq üzərində qurulan bir ailə necə davam edə bilər? Burada uşaqlar yəni evləndiyi zaman əslində heç evliliyə hazır belə olmurlar. Bir qız evdə öz atasından, anasından sevgiyi görmədiyi təqdirdə, atasından doymadığı təqdirdə başqa bir kişinin sevgisindən necə doyacaq? Və yaxud da bir oğlan anasının qucağından çıxıb gedib başqa bir qızın qucağına düşəcəksə, o zaman burada necə ailə təməli formalaşacaq? Biri valideyn rolunda olacaq, biri uşaq rolunda olacaq. Qız əgər atasından doymayan bir qız evləndiyi zaman öz yoldaşını onun atası roluna keçirdəcək. Anasından da doymayan, sevgisindən doymayan, anasının pohpohlarına, onun gözəl sözlərindən çıxıb başqa bir qadının gözəl sözlərinə ehtiyac duyacaq, ondan istəyəcək. Burada da nə olacaq? O öz yoldaşını valideynləşdirəcək. Bir müddət sonra da nə olacaq? Şuursuz şəkildə nə olacaq? Şuuraltımızda bir uşaq bir valideyninlə münasibət yaşaya bilməz. Valideyn-uşaq münasibəti irəliləyə bilməz burada. O zaman nə etmək lazımdır? Özünü bir şəxsiyyət olaraq öncə formalaşdır. Özün sərbəst olaraq
yəni yaşamağı, öz yaşam məsuliyyətlərini əlində tutmağı öncə bil. O zaman sonra evlən. Zaten o zaman qaynana, gəlin belə bir problemlər olmayacaq və yaxud kürəkən qaynata belə bir problemlər olmayacaq. Bayaq sən dediyin kimi o imkanlı belə deyək oğlana deyək tapdı, onunla ailə həyatı qurdu. O zaman nə olur? Yenə keçirsən valideynin təsiri altında. Qaynata yenə deyir ki, bəli, mənim sözüm keçir burada. Mənim hökmüm keçir. Burada əzilən kürəkən deyək, orada əsəbini, qəzəbini çıxarda bilməyəndə nə edəcək? Hücum eləyəcək yoldaşına. Və yaxud da ki, yoldaşı imkanlıdırsa, ondan asılıdırsa, hücum eləyə bilməyəcək, qəzəbini hara keçirdəcək? Çöldə, bayırda, orada gəzəcək və yaxud orada başqa özünə həyat quracaq. Niyə? Hüzuru orada tapacaq. Sonra da burada çatışmalar yaranacaq, xəyanət də gələcək, ailə içi münasibətlər də gələcək, qaynana gəlini günahlandıracaq, gəlin qaynananı günahlandıracaq, qaynana deyəcəksən mənim oğlumu əlimdə saxlaya bilmədin. Ya da ki, nə deyək, valideynlər nə deyir? Qoy oğlum biraz evlənsin. Evlənəcək, düzələcək. Evləndiyi zaman o düzələcək. Sən onu düzəldə bilmirsənsə, başqası onu niyə düzəlsin ki? Bunu narsist valideynlərin yetişdirdiyi övladlar. Belə cəmiyyətimiz yavaş-yavaş ailə dəyərləri pozulur və uşaqlar da belə pozula gedirlər tərbiyələrində. Təbii ən başda təsir edən insanlar zaten övlad uşaqlardır. Və sən dediyin kimi bax bu çox məncə deyilməli olduğu məsələdir. Çox vaxt biz qaynana, gəlindən danışsaq belə qaynatanın kürəkənlə olan münasibəti. Hətta bir deyim var, bilmirəm eşitmisən yoxsa yox. Nənə babalarımızdan mən çox eşitmişəm. Deyirlər ki, qız ana rəhmətə gedəndə deyil də, ata rəhmətə gedəndə yetim qalır. Bunun əslində səbəbi, kökəni bundan irəli gəlir ki, yəni ata başındadırsa onu qoruyan, yoldaşına qarşı qoruyan bir şəxs var. Bəs yaxşı, bu xanım, bu qadın özünü qoruya bilməzmi? Əgər orada xoşbəxt deyilsə, öz ayaqları üzərində durub özünü təsdiq edə bilməzmi? Məncə bu şəkildə də nənələrimizin deyimi dəyişməlidir deyə düşünürəm. Çünki tamam, itki dediyim şey çox pis bir şeydir. Mən razıyam, çox can yandıran bir şeydir. Amma heç kimdən asılı olmayaraq, nəyə görə mənim yoldaşım atamdan qorxduğu üçün mənə yaxşı davranmalıdır və sən dediyin kimi hüzuru çöllərdə, xoşbəxtlik çöllərdə axtarmalıdır. Niyə? O mənim evimə, yəni qadının evinə xoşbəxt deyib qaçaraq gəlməyi daha gözəl, daha həqiqətən də xoşbəxt edici deyilmi? Məncə biz övladlarımıza bunu təsir etməliyik ki, sən özün xoşbəxt olmağı, özünü sevməyi bil ki, səni də sevsinlər və sənin övladın da özünə qarşı özgüvəni və özünü sevməyi bacarsın. Həqiqətən də bir pasiyentim var, hal-hazırda hətta ən çox bunu, yəni belə deyim də, ən çox olan situasiyalardan biri qaynanasıyla olan problemlərindən danışır və qaynanası o qədər narsist tipajlı insandır ki, bütün uşaqlarını əlində saxlayır, idarə edir və bu idarədən heç kim çıxa bilməz. Hətta öz yoldaşı belə çıxa bilməz. Yəni səsinizə gətirin ki, yoldaşı maddi olaraq üstün olsa belə yoldaşın təsir altındadır. Ana nə dedi, odur və heç bir oğlan onun sözündən çıxmır. Sanki bir necə deyim, qanun kimi ona riayət eləyirlər. Və qadın illərlə ona yaşatdığı əzab, əziyyətə baxmayaraq bir gün yeni bir qadın, yəni yeni bir elti deyirik də biz, elti gəlir və görür ki, qaynanamla qarşı çox mərhəmətli, mənə etmədiyi şeyləri ona edir, hər şey ona olar, amma mənə olmaz. Hətta deyir, bir süfrədə otururdular və mən o süfrədə sanki qulluqçu kimi ayaq üstə durub o şəkildə yaşayırdım. Amma o qız gəlib stolda rahatlıqla oturur, hər şey etmək olar. Və mən o dəqiqə anladım ki, burada başqa bir şey gedir. Deməli, mənə başqa cür baxılır. Mən gəlin deyiləm bu ailədə. Mən sanki başqa biriyəm. Və bir gün qız dillənməyə və qışqırıb, dağıtıb, dökməyə başlayanda yoldaşı da şoka düşür. Hər kəs bir təəccüb içərisində baxır. Artıq uşaqlar da ona anaya hörmət eləməyə başlayırlar. Ona kimi uşaqlar belə ona hörmət etmirdi. Artıq
uşaqlardan hörmət eləməyə başlayır. Qadın artıq özünü sevməyə başlayıb. Yoldaşı da onu sevməyə başlayır, amma qadın qayıdıb deyir ki, mən özümü xoşbəxt istəmirəm, hiss eləmirəm. O xaosu istəyir. O qədər öyrəşib ki, oradakı o mübahisələr, o xaotik yaşam, o enerjini o qədər əmməyinə icazə verib ki, o narsistik tipajda insan kimi. Və adam ondan əksik hiss etdiyi üçün yenidən ora qayıtmağa çalışır. Təsəvvürünüzə gətirin, o dövrdə insan müraciət etməyib mənə. İndiki dövrdə hər şeyin yaxşı olduğu müddətdə mənə müraciət edib. Deməli, insan da əslində bu xaosa öyrəşmə, bir alışma bir prosesi də var ki, insan indi özünə baxır ki, nə yaxşı mən bunu etmişəm. İndi başa düşürəm ki, deməli günah məndə deyilmiş. Deməli mən indi xoşbəxt həyat yaşayıram. Çox maraqlıdır ki, sadəcə buna razılaşıb yaşamaq deyil də, başqa bir dünyanın da olduğunu görmək nə gözəldir. Əlbəttə ki, sən dediyin misala belə bir şey deyə bilərəm. Hətta belə bir deyim var, deyir, bildiyim cəhənnəm, bildiyim cənnətdən daha yaxşıdır. Yəni burada cənnət, cəhənnəm təbii ki, simvolik olaraq gedir. Çünki insanlar o örgəşdiyi yerdən, hətta orada şiddət belə olsa, biz keçən dəfə danışdıq, şiddət belə olsa, hər hansı psixoloji şiddət belə olsa, onun bildiyi bir şeydir. Bilmədiyi bir şeydir, seçmək onun üçün çox çətin bir şeydir. Bəs bayaq biz dediyimiz kimi o zaman bu arada qalan oğlanlar deyək, yoldaşla valideyn arasında qalan oğlanlar bu vəziyyəti necə idarə etməlidir və ya etməlidirmi ümumiyyətlə, idarə etməlidirmi? Məncə burada rol oynayır həqiqətən də sən deyən kimi öz ayaqlarının üzərində durması və öz sözünü rahatlıqla deməsi. Amma iki tərəfdə də balansı saxlaması çox önəmlidir. Həm yəni qız yoldaşı anasından olan sərhəd olmalıdır və rahatlıqla yoldaşı o balansı saxlaması üçün anasına da tənbih etməlidir. Nə problemin varsa, yəni onda bəyənmədiyin, sevmədiyin nəsə varsa mənə de. Eyni şəkildə də qıza. Çünki hər iki övlad ailədən qopub ailə həyatı qururlarsa, hərəsi öz qabından bir şey gətirir və bir qabın içərisində doldurmağa çalışır. Təbii ki, ilk növbədə o iki maddə bir-birinlə birləşənə kimi onların özlərində bir çatışmalar olacaqdır. Çünki öyrəşmə prosesi var, bir-birindən adaptasiya müddəti var. Amma bir də var ki, hətta bunu da bir evin içində yaşamaq həqiqətən də çox görürük. Amma bunu atalarımız çox ev üzərində qurulmaz. Həqiqətən də elədir. Çünki onların yaşam tərzi tamam fərqlidir. Çünki onların öz qaydaları var, öz qanunları var və təzə ailə qurmuş belə deyim də çiftlər, paralar özlərində bir qanunlar yaratması üçün birlikdə qalması, tək qalması çox önəmlidir. Ona görə hər zaman deyirəm ki, mümkünsə təbii ki, əlverişli şəraitlər varsa, başqa evdə öz həyatınızı yaşayın. Çünki burada rahatlıq və bir-birinizə qarşı daha səmimiyyət olacaq. Nəinki bir evin içərisində başqalarının qanunlarla yaşamaq. Sanki elə bir valideynlərinizin yerinə digər insanları, yəni qaynata qaynananı qoymaq məcburiyyətində qalırsınız. Hətta bu kimi ailələrdə çox vaxt qaynata deyir ki, mənə ata-ana de. Bu şey də mənə biraz qəribə gəlir ki, insanın hələ öz yoldaşına yoldaşım deyə bilmir, adaptasiyası yoxdur, yəni uyğunlaşa bilmir ki, bu mənim yoldaşımdır, biz birlikdəyik falan. Hələ üstəlik öz ata-anasına xəyanət etmiş kimi başqasına ata-ana deyəcək. Mənim çox maraqlıdır ki, bu insanlar tələb eləyəndə qarşıdakı insanın səmimiyyətinə nə qədər inanacaqlar. Yəni bu səmimi mi olacaqdı? Hə, ata, ana dedim, illərlə dediyim insanları bir kənara qoydum, sizə də dedim. Bu məncə mənə elə gəlir biraz səmimi olmur. Orada əslində o dediyin mənə ata de, mənə ana de, o özünü aldatmış olur. Bir insan, sən əgər özünü onun valideyni kimi hiss etmirsənsə həqiqətən, sən ondan necə tələb eləyə bilərsən ki, sənə ana desin və ya ata desin? Bu o deməkdir ki, mən səni idarə etmək istəyirəm o zaman. Sən mənə ana de, ata de, mən də səni rahatlıqla öz övladım kimi, necə öz övladını idarə edirsən, mən sənin kimi də mən səni idarə edə bilim, mənim təsirim altında ol. Ona görə də valideynlər ilk öncə uşaqlarına sayğı duymağı, hörmət etməyi bilməlidir ki, bəli, əgər o oğlan və yaxud da ki qız hər hansı bir sərhəd qoyanda öz valideynlərinə qarşı, bəli, bu mənim
uşağımın, övladımın seçimidir, övladımın düşüncəsidir deyə hörmət etmək lazımdır. Amma bizim cəmiyyətdə necədir? Doğulandan ölənə kimi uşaq valideynin mülküdür. Mülkünmüş kimi, onunmuş kimi davrandığı üçün də evləndikdən sonra yenə də onun ətəyini belə deyək, buraxmır. O zaman o necə ailə sahibi olacaq? Yəni bir evlilikdə evlənmək üçün deyil də həqiqətən bir yuva qurmaq üçün evlənmək lazımdır, yəni ailə qurmaq lazımdır. Sən evləndin, öz ailə yuvanı qurmadın, qopmadığın sistemin içərisində qaldın. Necə yeni bir yuva formalaşacaq o burada? Həqiqətən də yeni sistemlərimizi qurmağımız üçün azad olmağımız, azad düşünməyimiz və sən deyən kimi sərhədlərimizi qoymağımız çox önəmlidir. Hətta burada bir şeydə, bir pasiyentimdən də bir misal da gətirmək istəyirəm. Onun sərhədlərlə olan imtahanı mənim üçün çox maraqlı idi. Həqiqətən də çox qeyri-adi idi. Qız narsist bir ana tipajında olan bir ailədən çıxır, qaçır, hətta başını götürür. Hal-hazırda evliliklərin %90-ı bu şəkildədir. Sanki qaçış kimi olur. Həmişə deyirəm ki, yağışdan qaçıb doluya düşmək kimi. Yox, bunu etməyimiz də həqiqətən doğru deyil. Sığınmaq kimi başqasına sığınmamız heç doğru deyil. Çünki sığındığımız insanlar da sənin beyninə uyğun anamızdan, atamızdan bir kənar düşməyəcək. Onlar tipajında olacaqdı. Geri qayıdıram mövzumuza. Həmən pasiyentin belə bir hadisəsi olmuşdu. Yoldaşınla münasibəti hər şey yaxşıdır və ananı uzaq saxlamaq üçün hətta əlaqə saxlamır, danışmır. Bir gün ana çıxa gəlir. Xəstələndiyi periodda hansısa bir hadisə ilə çıxıb gəlir. İlk dəfə də evindədir. İlk dəfə də uşaqları var artıq bu evdə. Və kürəkəni döyməyə başlayır. Və kürəkən sırf yoldaşına hörmətindən, sevgisindən susub və kənarlaşır heç bir şey demədən. Və qayıdıb soruşursan ki, anasından soruşur ki, niyə bunu etdin? Yəni sənin, yox, o səni məndən qopartdı. O səni məndən aldı. Bu cümlənin özü belə nə qədər egoistikdir. Yəni sadəcə bu qaynana kürəkən deyil də, qaynana gəlinin də içində gedən və yaxud da qaynatanın içərisində, yəni atanın öz övladı qızlarına qarşı olan bağlılıqda, yəni kürəkəni necə görürlər? Qızımı sən məndən aldın, sən qopartdın. Burada isə bu sistemi niyə izah edim? Bu görünməyən bir sistem idi. Çox nadirən görünən bir şey idi ki, çox zaman qaynanalar öz kürəkənlərinə qarşı çox yaxşı, mülayim olmağa çalışırlar ki, qızım onun evindədir, qızıma qarşı yaxşı olsun falan olsun. Amma buradakı situasiya mənə çox maraqlı olduğu üçün həqiqətən də demək istədim ki, yəni görün necə narsist qadın anadır ki, öz övladını qopartdığını düşünür. Amma orada başqa səhnə yoxdur ki, qızım xoşbəxtdir, qızım xoşbəxtdir, uşaqları, özünü yaxşı hiss edir. O mənim üçün önəmli deyil. Mən özümü pis edirəm çünki onsuz qalmışam. Narsist valideynlərin yenə dediyim kimi yenə də narsist valideynlər nə istəyir? Həmişə övlad mənim hökmümdə olmalıdır, mənim idarəmdə olmalıdır, mən hər şeyi bilməliyəm. Hələ indiyənə kimi də var ki, ayrı yaşasalar belə hər gün qaynanasına zəng edib ona belə deyək məlumat verir ki, biz bura getdik, ora getdik. Eyni şəkildə də yəni qız olsun, oğlan olsun, onun anası biz bugün bunu etdik, onu etdik. Hətta bəzi oğlanlar var ki, hər gün valideynlərindən 1 saat, 2 saat danışıb onunla bütün günü mühazirə edirlər. Nə ehtiyac var buna? Dediyim kimi qadınlarımız, qızlarımız birini seçərkən öncə bir baxsın ki, onun həqiqətən ailəsindən ayrı şəkildə şəxsiyyət olaraq özü yetişib, formalaşıb, öz ayaqları üzərində dura bilirmi, yoxsa asılıdırlarmı? Öncə bunu baxsınlar seçdiyi zaman. Kişilərimiz də qadınları seçdiyi zaman öncə baxsınlar ki, həqiqətən bu evdə sevgini görübmü, alıbmı, yoxsa səndən gəlib o sevgini bir uşaq kimi ətəyindən dartıb onu istəməsin. O zaman yekun olaraq biz nə tövsiyə edə bilərik bunu? Sən dediyin kimi, həqiqətən də qarşıdakı qadın da olsa, kişi də olsa,
öz qərarları varmı? Çünki qadınların da öz qərarı olmağı çox əhəmilidir. Bura ana rola girir. Ailədə üçüncü şəxs dediyimiz şeylərdən biri də o olur ki, daima qız öz anasından danışır və onun manipulyasiyasına düşdüyü üçün, yəni təsir altına düşdüyü üçün, mən xoşbəxt deyiləm. Sən bunu da eləməlisən, onu da eləməlisən. Artıq öz ailəsi öz anasının ailəsinə çevrilməyə başlayır. Bu da yanlışdır. Çalışın həyatınızdakı üçüncü şəxsləri öz ailənizə, öz sisteminizə buraxmayın və öz köklərinizi daha güclü, həqiqətən də hansısa bir küləkdə uçmaması üçün bir-birinizlə daima ünsiyyət qurun. Əgər probleminiz varsa, hansısa kiçik bir problem varsa, yoldaşınıza rahatlıqla deyə bilin. Yoldaşınızla zaten ünsiyyətiniz varsa, bu köklər artıq daha da güclənəcəkdir və qaynata öz ananız, atanız və qaynananızın ayrı ailə olduğuna və siz artıq onun ailəsində deyilsiniz və onun sadəcə övladı olduğunuza bunu qəbul edib həqiqətən təməli güclü ailələr qurmağımız mümkündür. Mən buna inanıram həqiqətən də. Doğrudur, mən də sənə qatılıram. İlk öncə mən valideynlərə əslində demək istəyərdim ki, siz övladlarınıza bir ana, bir qızına onun dırnaq arasında tərbiyəli olduğuna öyrətmək əvəzinə ona qadın olmağı öyrətsin. Bir kişi bir oğluna böyüdükdə ona maskülen olmağı öyrətsin. Analar isə öz oğlanlarına onu tərifləyərək sən hər şeyin ən yaxşısına layiqsən, mənim oğlum ən gözəldir demək əvəzinə ona qadınlara gözəl münasibəti öyrətsinlər. Görüşərik.